Çox insanlarımız əslində elə bilər ki, miqren xəstəliyi heç vaxt sağalmır. Kim YouTube'a girib yazsa Doktor Seyfəddin Əsəd və yaxud da Seyfəddin Əsəd, Instagramda, TikTokda, Facebookda, hər yerdə, Telegramda görəcəklər ki, minlərlə adam baş ağrısından öz təşəkkürünü bildirir və orada 1 milyon yarım baxış, 1 milyon 300 min baxış, siz demişkən həmişə Samir və mən sataşır ki, elə müğəllər var, sənin baxışın onlardan çoxdur. Yəni bu qədər insanlar boş yerə heç vaxtı ona baxmazlar, qiymət verməzlər, dəyər verməzlər. Niyə bizdə? Ona görə ki, o xəstəliyin müalicəsində ən çox təbii üsullar effekt verir, iynə dərman effektsizdir. Yəni ona görə də, yəni bu orada arı zəhəri, arı məhsulları, zəli və digər məlhəmlər, mumya çox gözəl effekt verir və insanlar baş ağrısından azad edirik. Uşaqları, sülə uşaqları, bir neçə yaşında olan uşaqlar görürsən ki, valideyndən genetik keçmə ağrı nəticəsində əziyyət çəkirlər, zülüm çəkirlər. Və heç kim də inanmır ki, uşaq nətər ola bilər ki, 2 yaşında, 5 yaşında, 10 yaşında baş ağrısın. O genetik keçən miqrendir. Migren nədir? Migren odur ki, beyin toxumasına gedən oksigeni miqdarı azalır, qanı miqdarı azalır. Uşaq ac qalanda ağlayır, beyin toxuması ağlaya bilmir, ağrıyır. Və burada nə edir? Arı zəhəri 250-dən artıq ferment buraxır. Bunun içində ağrı kəsici də var, qan durulducu da var, immuniteti qaldırıcı da var, zəli də onun kimi 250-dən artıq ferment buraxır. Orada da qan durulducu da var, allergiya əleyhinə də var, ağrı kəsici də var. Yəni, kompleks şəkildə bunlar, həm də o lazım olan vitaminləri, ağrı məsələn çiçək tozu verir. Ağrının çiçək tozunun tərkibində Mendeleyev cədvəlinin elementlərinin böyük bir əksəriyyəti var. İnsanlar onu alırlar və baş ağrısından azad olurlar Samir bəy. İstər alım forması olsun, istər gicgah göz forması olsun, istər bir tərəfli boyundan gözə gələn forma olsun. İstər birdən-birə deyir, nəfəsim dayanır, nəfəs alamıram, yoxladıram, burnumda heç nə yox. O da migrendir. Eləsi də var ki, başı gicəllənir, və yaxud başında səs olur, və yaxud gözünün qabağında qara nöqtələr olur, və yaxud təkcə gözüm az qalırsın, gözüm ürək kimi döyünür. Eləsi də var ki, ağrısız formadır. Yəni, yüzlərlə migrenin növü var Samir bəy. Onun hamısı bizdə Doktor Seyfəddin klinikasında öz sağlamlıqlarına çatırlar.